Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə əlillik pensiyalarının artımı ilə bağlı son məlumatları çatdıracağıq. Əlillik pensiyaları artırılacaqmı? Artırılacaqsa hansı tarixdən və nə qədər artırılacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə YouTube'dan dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, videomuza keçid edək. Əlillik pensiyalarının artırılması ilə bağlı, daha doğrusu əlillik müaviniyyətlərinin artırılması ilə bağlı vətəndaşlardan bizə xeyli suallar var. Xüsusilə də əmək pensiyalarının artımından sonra vətəndaşlar əlillik pensiyaları və müaviniyyətlərin artırılması ilə bağlı bizə bir çox suallar yönləndirib. Qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda əlillik pensiyalarının, yəni əlillik müaviniyyətlərinin daha doğrusu artımı ilə bağlı hazırda rəsmi qərar yoxdur və əmək pensiyalarının artımı ilə bağlı rəsmi qərar və ya rəsmi məlumat olmadığı üçün bu barədə indiyə qədər hər hansı bir məlumat paylaşmamışıq. Daha əvvəllər əmək pensiyalarının artımı ilə bağlı məlumatlar və cədvəllər paylaşmışdıq sizlər üçün hörmətli izləyicilər. Bilirsiniz ki, əmək pensiyaları fevral ayında indeksləşdirilmiş və artırılmışdı. İndeksləşdirilmə faizi isə 9,3% idi və bu faiz dərəcəsi ilə pensiyalar indeksləşdirilmiş və artırılmışdı. Və bu barədə biz sizə bir çox cədvəllər paylaşmışdıq. Hətta ötən ildən belə biz sizə pensiyalarla bağlı bir çox videolar paylaşaraq, cədvəlləri paylaşaraq pensiyalarınızın nə qədər olacağı ilə bağlı məlumat vermişdik. Ancaq bu məlumatlar içərisində əlillik müaviniyyətləri ilə bağlı hər hansı bir məlumat qeyd etməmişdik. Çünki əlillik müaviniyyətlərinin artımı ilə bağlı hər hansı yeni bir məlumat olmadığı üçün bu barədə video paylaşmamışdıq. Əlillik müaviniyyətləri bilirsiniz ki, 2025-ci ilin iyul ayında artırılmışdı sonuncu dəfə. Bir çox təqaüd sosial müaviniyyət artırılmışdı və əlillik pensiyaları, yəni əlillik müaviniyyətləri də 2025-ci ilin iyulun 1-dən artırılmışdı. Məsələn, 3-cü dərəcəli əlillik pensiyası 150 manatdan 180 manata qaldırılmışdı. 2-ci dərəcəli əlillik pensiyası 220 manatdan 250 manata qaldırılmışdı. Qeyd edin ki, hörmətli izləyicilər, 1-ci dərəcəli əlillik pensiyası isə 250 manatdan 300 manata qaldırılmışdı hörmətli izləyicilər. Yəni bu cür məlumatları sizlər üçün paylaşmışdıq. Ancaq daha sonralar əlillik pensiyasının artımı ilə bağlı hər hansı bir məlumat paylaşmadıq. Əmək pensiyalarla bağlı məlumatlarımız olmuşdu. Çünki əlillik pensiyaları yəni iyul ayında artırıldığı üçün növbəti artım bu ilin hər hansı bir ayında olunacağı gözlənilir. Ancaq hələ ki yeni bir artım qeydə alınmayıb. Əlillik pensiyaları, əlillik müaviniyyətləri ilə bağlı. Əlillik pensiyaları ilə bağlı hansı pensiyalarda artım olunub? Əmək pensiyalarında. Əlilliyə görə verilən əmək pensiyalarında bəli artımlar qeydə alınıb. Bununla bağlı da biz sizlərə video paylaşmışdıq. Fevral ayında pensiyaların indeksasiyası zamanı sizlər üçün videolar paylaşmış və cədvələrlə qeyd etmişdik. Və orada sizlərə bildirmişdik ki, əlilliyə görə verilən əmək pensiyaları və ailə başçısını itirməyə görə verilən əmək pensiyalarında artım olmuşdu. Ailə başçısını itirməyə görə verilən müavinət və əlilliyə görə verilən müaviniyyətlərdə, yəni müavinət anlayışında artım olmayıb. Çünki müavinətlər sonuncu dəfə 2025-ci ilin iyul ayında artırılıb. Əlillik pensiyalarının bir daha artırılması gözlənilir hörmətli izləyicilər. Ancaq bu barədə hələ ki rəsmi qərar yoxdur. Artımın isə aprel ayında ola biləcəyi deyilib. Təbii ki, bununla bağlı da müzakirələr aparılır. Əlillik müavinətlərinin az olması ilə bağlı da müzakirə aparılır ki, bu müavinətlərin bir qədər də artımı gözlənilir. Məsələn, 3-cü dərəcəli əlillik pensiyasının təxmini 40 manat artırılaraq 220 manata çatdırılması, 250 manat 2-ci dərəcəli əlillik pensiyasının 300 manata çatdırılması və 300 manat 1-ci dərəcəli əlillik pensiyasının isə 350 manata çatdırılması müzakirə olunur. Təbii ki, rəsmi qərar olmadığı üçün bu barədə daha dəqiq məlumat vermək çətin məsələdir, ancaq növbəti videolarımızda buna bağlı daha dəqiqləşdirilmiş, daha rəsmi məlumat verməyə çalışacağıq. Hörmətli izləyicilər, videomuz isə yekunlaşır. Növbəti videoda sizlərə ünvanlı dövlət sosial yardımının dəyişən qaydaları haqqında məlumat verəcəyik. Bugün isə videomuz yekunlaşdı. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.